Salam əziz dostlar. Bundan önceki videoda mən bildirdim ki, bu günbəzin altında yerləşir qəbir, lakin yanılmışam. Bura sadəcə Cərciz Peyğəmbərin məscididir. Hal-hazırda təmir işləri gedir. Burada təmir işləri gedir. Belə bir məsciddir. Bu məscidin adı Cərciz məscididir. Burada da Allah yazılıb. El-Mu'min, Allah, El-Mu'min, Allah, Allah, El. Allah, El. Mutakabbir, El-Mutakabbir, Allah, El. Cebbar, Allah, El. Gaf, El. Aziz, Allah'ın isimləridir. Əsma-ül Hüsnə qeyd olunub. Belə bir kitabxana, yəni rəfi var. Hələlik təmir işləri gedir yuxarıda. Milli dini ornamentlərlə yəni ki, bəzədilir. İnşallah gözəl bir məscid olacaq. Gördüyümüz kimi. Hələlik burada bu qədər. Çox çəkiləsi bir şey yoxdur. Çıxırıq çölə və baxaq görək. Gəlin burada möhürlərdir. Burada da kitablardır. Ya Allah. Bismillahirrahmanirrahim yazılıb. Ayaqqabılarımızı geyinək və məscidi bir daha çöl tərəfindən sizlərə çəkib göstərməyə çalışacağım. Və daha sonra sizlərə yəni Cərciz Peyğəmbərin məzarı şərifi olan yeri çəkib göstərəcəm. Burada da Həzrəti Cərciz Peyğəmbər məscidi yazılıb. Orada da bu məscid İndarxılı Hacı Adil Qardaşxan oğlu tərəfindən öz vəsaiti hesabına inşa edilmişdir. Qeyd edilib 2010-cu il. Belə bir. Belə. Allah qəbul eləsin. Yuxarıda da Allah, Muhammed, Ali, Fatimə, Həsən və Hüseyin qeyd edilib. Baxım görüm yaxınlaşdıra bilsəm. Aha. Allah, Muhammed, Ali, Fatimə, Həsən və Hüseyin. Yəni orada qeyd edilib. Məscidin görünüşü belədir. Belə bir görünüşü var. Orada da bizim Vətən müharibəsində tarix yazan, 44 günlük Vətən müharibəsində tarix yazan, ölümü ilə ölümsüzlüyə qovuşan Beyləqan rayon şəhidləri. Beyləqan rayonunda 44 günlük müharibədə şəhid olan qardaşlarımızın, əskər və zabitlərimizin şəkilləri burada yer almaqdadır. Allah hamısına rəhmət eləsin. Qarşılarında baş əyirik. Allah ruhlarını inşallah Allah ruhlarını şad eləsin, məkanlarını cənnət eləsin. Qazilərimizə də Allahdan şifa diləyirik. Allah şəhidlərimizin valideynlərinə səbir inayət eləsin. Elə bu məsciddən olan çəkilişimiz bu qədər. Növbəti çəkilişimiz Cərciz Peyğəmbərin burada da yazılıb yenə də məscid. Orada yazıldığı kimi məscid İndarxılı Hacı Adil Qardaşxan oğlu tərəfindən inşa edilmişdir. Yəni bu şəxs bu məscidi öz şəxsi vəsait hesabına tikmişdir. Allah ondan da razı olsun.